Mən falan şeiri yazmışım. O nədir şeirin? İçində fəlsəfə yoxdur. Belə ruhi qida yoxdur. İndi ən anlaşılan sözlərlə deyirəm ha. Bax bu mənim dediklərim, mənim sizə dediklərim iki mərhələlidir. Yəni qələm adamı bu yolları seçəndə o heç vaxt dərin şairlərlə, dərin adamlarla rastlaşa bilməyəcək. Yalnız xırda para belə şeylər hə. Hə. Və ikinci mərhələsi bunun nədir ki, sən nəhəng misralarla türklər demiş uğraşırsan, nəhəng mövzularla çarpışırsan. Bu dünyadan milyonlarla şair keçib. Amma o milyonlarla şairlərdən 5-i, 3-ü hər 100 il üçün, 2-si, 3-ü yadda qalıb. Bu da bizim yaşadığımız bir 100 illik dövrdür. Bu ələkdən 5 nəfər, 6 nəfər tarixə çıxacaq. O da mən əminəm ki, var ha. Populist mövzularda, gündəlik mövzularda yazanlar olmayacaq. Mənə də bəyənməyənlər var ha. Mənim yazdığım şeyləri də bəyənməyənlər var. Olsun. Məni bəyənməyənləri o qovuram ki, görüm onlar məndə nəyi bəyənmir. Baxın, formalaşmaq üçün, ortalığa samballı şəkildə çıxmaq üçün o şeirlərdən, o tipli şeirlərdən qələm adamı birmənalı şəkildə uzaq durmalıdır. Bir dənə o mövzuda insanın şeiri ola bilər. Məsəl üçün də